Natural ədədlər uşaqlar elmlərdə 97-də qalmışdıq da. Nədir? Baxın, bu düsturdur. Bax, bunu yazın dəftərinizə. Bax, bu düsturdur. Bax, düstur yazıram. Düstur. Bunu hamı bilməlidir. Eyni ədədlərin əbubun əşırına vurmaq, içlərin bir-birinə vurmaq deməkdir. 97-də nədir? Deyək, əbub abi 15-dir. Əbub abi 15-dir. Bax, bunun yerinə 15 yazıram. Vuraq. Əçub abi bilmirəm nədir? Onu soruşur. Bax, bunu bilmirəm nədir? Əçub abi bərabərdir. A vuraq B-ni də veribdir. Deyək, A vuraq B-də 450-dir. Əşub AB-ni tapanda vurma olanda neyin edik? Bölürük. 450-ni bölürəm 15-ə, eləyir 30. Cavab olacaq 97-30 E variantı. Sonra hansını yazaq? 101. Toplu da bundan çoxdur. Deyək, natural ədədi, bilmirəm natural ədədlər. Tutaq ki, A-dır. Natural ədədi 20-yə böldükdə qalıqda 15 alınır. Qismət yoxdursa, buradan 1 yazın. A-nı tapanda nə edirdik? 20-ni vururduq. 1-ə, üstünə də 15-i gəlirdik. Bu da eləyir 35. Demək, A nəyiymiş? A 35 imiş. Deyək, bu ədədi 4-ə böldükdə qalıq neçə alınır? Bu ədəd nədir? 35-də 35-i tapdım. Bunu 4-ə böldü deyə qalıq nə alınır? 8 düşər, qalıqda 3 alınır. 8 qalıq 3. 101-də də C variantı. Baxaq uşaqlar, 103. 103-də deyək ki, AB ədədini 9-a böldükdə qalıqda 2 alınır. Bura dedim, boş qalmasını deyim, 1 yazım. Onda AB bərabərdir. 9-u vururam 1-ə, üstünə də 2-sini gəlirəm. Bu elədir 11. Demək, AB nədir? AB 11-dir. Nədir? Deyək, ABC ədədini ABC ədədi 9-a tam bölünərsə C-ni tapın. ABC ədədi. AB nədir? 11-dir. Olacaq 11C. Bax, bu ədəd deyil. Bu ədəd neydir? 9-a tam bölünür. 9-a bölünmə əlaməti nəyidir? Rəqəmlərin cəmi. Yəni, rəqəmlərin cəmi bunlardır, bax. Bu da eləyir 2 üstəcələk C. C-nin yerinə mən nə yazsam, bu rəqəmlərin cəmi 9-a bölünəcək 7. 7 yazsam 7 neçə? 9 eləyir, 9 9-a bölünür. 103-də cavab olacaq 7C variantı. 103-dən sonra 106. 106-da biraz diqqətli olun uşaqlar. Baxaq. Deyək, bu ədəd 15-ə qalıqsız bölünür. A-nın mümkün qiymətləri cəmini tapın. Baxaq, 106-da. Deyək, ədəd 15-ə qalıqsız bölünür. 15-ə qalıqsız bölünürsə, 15 3 vuraq 5 deyil. Onda bu ədəd həm 3-ə bölünməlidir, həm 5-ə bölünməlidir. İndi 5-ə bölünmə əlamətinə görə hansı ədədlər 5-ə bölünürdü? Sonu ya 0 olsun, ya 5 olsun. Bir B-nin 0 olan halına baxaq. B 0 olsaydı, onda A-nın yerinə hansı qiymətləri yazsam 3-ə bölünər. 6 ilə 3 9. 9-dan sonra 12 bölünür 3-ə, düzdür? A 3 olar, 6 olar, 9 olar. Demək, A 3, 6, 9. Bir də bunun ikinci halına baxıram. Əgər B 5 olsaydı, yəni B 5 olsaydı, onda A neçə olacaqdı? 6, 3, 9, 14. 14-dən sonra hansı ədəddir 3-ə bölünən? 14-dən sonra 15. Demək, A 1 olar, sonra 3 artıracam. 4 olar, 7 olar. A-nın qiymətləri cəmi bax bunlardır. Məndən bunu soruşur. Bunu toplayanda eləyəcək 18, bunu da toplayanda 12. 18-in də üstündə 12-in gələndə 30. Demək, A-nın qiymətləri cəmi 30-dur. Sonra 110-a baxaq. 110-da nədir? Deyək, 2 üstü 26. Ədədinin sonuncu rəqəmini tapın. Sonuncu rəqəmini necə tapırdıq? Dedim, bu misallarda üstü bölürsəm 4-ə. 26-ını bölürəm 4-ə. Düşür 6, qalıq 2. Bu qalığı təzdən gətirib 2-nin üstündə yazıram. Olur 2 üstündə 2, bu da elədir 4. Demək, sonu 4 ilə bitir. 110-da A bəndi. 111-ə də bax, uşaqlar, natural bölənlərin sayı yadınızdan çıxar. Deyək, 18 ədədin natural bölənlərini sayıram. 18-i qruplarına ayırıram. 9, 3-ə 3, 3-ə 1. Natural bölənlərin sayı tapanda nə edirdik? Sayısının üstünə 1 gəlirdik. Neçə dənə 2 var? 1 dənə. Yazıram 1 üstəcələk 1. Bura. Neçə dənə 3 var? 2 dənə. Yazıram 2 üstəcələk 1. Bu deyilir 2 vuraq 3. Bu deyilərdə 6. 6 D variantıdır. Yaxşı, qalınca belə maraqlansıdır. Buradan 116-ya baxaq. Deyək, 9 ədədinin neçə 2 rəqəmli bölünəni var? 9-a bölünən birinci 2 rəqəmli ədəd hansıdır? 18.
Sonuncu iki rəqəmli ədəd hansıdır? 9-a bölünər. 99. Bunun sayısını soruşur. Neçə dənə iki rəqəmli ədəd var ki, 9-a bölünür. Bax, bunu tək-tək sayarsan, taparsan. Ancaq böyük rəqəm versən, tapanmazsan. Bunun qaydası var. Sonuncu rəqəmdən birinci rəqəmi çıxırdım. 9-a bölünmə deyirsə, bölürəm 9-a üstə 1-in gəlir. Çıxanda eləyir 81, 9 üstə gələk 1. 81, 9-da 9 üstə 1-in gəlində 10. 116-da da cavab olacaq E variantı. Yaxşı, baxaq neçəyə? 121-ə. 121-də nədir? Deyib, 3 ardıcıl cüt ədədin cəmi 186-dır. Uşaqlar, baxın, cüt ədədlər deyəndə 2, 4, 6, 2 artmır. İndi burada mənə demir, birinci cüt rəqəm hansıdır, mən ondan başlayayım, artırım. Bilmirəm. Cüt dediyinə görə birincini 2-yə götürürəm. Sonra 2 artırıram, üstə gələk. 2-yə üstə gələk, 2. Bunu da 2 dəfə, birinci budur, ikinci budur. Bunu da 2 artırsam olacaq 2-yə plus 4. Bunun cəmi 186-dır. Bu eləyir 6-nı, üstə gələk 6, bərabərdir 186. 6-nı bərabərdir 180, bunu da bərabərdir 30-a. N-ni 30 aldım. Məndən soruşub, bu ədədlərdən kiçiyi 2 deyil, 2 vuraq, 30 yazıram, bu da eləyir 60. 121-də 60. O da D variantı. 122-yə baxaq. Deyir, natural en ədədini 6-ya böldükdə qalıqda 3 alınır. Boş qalmasını yenə yazırdıq, 1 yazırdıq. N-ni tapanda nə edirdik? 6-nı vurdıq, 1-in üstünə 3-ün gəldi. Bu deyədir 9. Deyir, onda n kvadratı üstə gələk 2n ədədini 6-ya böldükdə qalıq neçə alınır? Mən n-ni tapmışam, n nədir? 9-dur. N-nin yerinə 9 yazıram. 9-un kvadratı üstə gələk 2 vuraq 9. 81 üstə gələk 18. Bu elədir 99. 99-u da böləndə neçə? 6-ya deyir də. 6-ya böləndə deyir, qalıq neçə alınır? 99-u 6-ya böləndə neçə dəfə alıram? 9-u 1 dəfə, 39, bir də 6 dəfə. 96 qalıq 3. Demək, qalıq 3 alınır. Cavab 3. 128-ə baxaq uşaqlar. Deyir, 2 natural ədədin cəmi 198-dir. Onlardan biri 0-la qurtarır. Əgər bu rəqəmi pozsaq, ikinci ədəd alınır. Biri 3 rəqəmli, biri 2 rəqəmli olur. 2 rəqəmli 98, 98, ya 99, 99 toplasaq, 198 eləməzək, onda bunun biri 3 rəqəmlidir. Biri AB 0-dır, biri də AB olsun. AB. Bunların cəmi 198-dir. Baxaq, 0 üstə əsasıncə də 8 eləyir. 8, demək, B 8-dir. B 8-dirsə, onda 8 üstə əsasıncə 9 eləyir, A da 1-dir. A da 1-dir. 128-də nəyə soruşur? Deyir ki, bu ədədlərin fərqini tapın. Ədədimin biri AB 0 idi. Yəni 1, 8, 0, 180 idi. Biri də AB imiş. Biri də nə imiş? 18 imiş. Fərqin yerinə çıxıram da, bu eləyir 2, 16. Yəni 162 C variantı. Yaxşı, 130-a baxaq uşaqlar. 130-da nədir? Deyir ki, A vuraq B, yəni 254 vuraq 242-nin 5-ə bölünməsində alınan qalıqda. Durub bunu buna vurmayın. 5-ə bölünmə əlaməti sonuncu rəqəm idi. Sonuncu rəqəmə baxıram. Burada 4-dür, burada 2-dir. 4 5-ə bölünmür axı, qalıq elə özüdür. 2 5-ə bölünmür axı, qalıq özüdür. Arasında vurma var. 4-ü vururam 2-yə. 8. 8-i təzdən 5-ə bölüb qalığı tapıram. Qalıq 3 imiş. 130-da 3. Bir dənə də 130 neçəyə baxaq? 132-yə baxaq. Deyir ki, əkop 3x, 4x, 240 olarsa, əvop 3x, 2x. Baxaq. Əkop 3x-dən 4x, 240 olarsa, baxaq. Bu ikisi də eyni olan x-lərdir. X-i götürürəm, atıram əkopun qabağına. X vuraq, əkop 3, 4. Bərabərdir 240. Sonra x vuraq, ardıcıl ədədlərin əkobı onların hasilidir. 12 bərabərdir 240, x də bərabərdir 20. X-i 20 aldım. Məndən əbob 3x, 4x-i soruşur. Əbob 3x, 4x-i soruşur. Bu da eləyir əbob. X-i yerinə 20 yazanda, 3-ü 20-yə vuranda 60, 4-ü 20-yə vuranda 80. 60 ilə 80-ə əbob nədir? Onda özünüz taparsınız, asandır. Baxaq uşaqlar, bunu veribdir, deyib bunu da sən tap. A-nın qabağında 1 var, demək A 1K-dır, B-nin qabağında 5 var, B də 5K-dır. Gətirib yerinə yazıram. Olur əkop
A-nın yerinə 1K, B-nin yerinə 5K yazıram. 1K, 5K. Əbub 1K, 5K. Bunu etap yazdım, başa düşün. İkisində eyni olan K-dır. K-nı götürüb atıram qabağa, olur K vuraq. Əçob 1, 5. K-nı atıram qabağa, olur K vuraq. Əbub 1, 5. K-lar ixtisar getdi. 1 ilə 5-in əçobu 5-dir, əbubu da 1-dir. 5-i də 1-ə böləndə 5. 134-dən cavab olacaq B variantı. Nə deyir burada? Bunu veribdir, deyir, bunda sən tap. Bax, birinci bunun aşağısına bir atıram, çarpaz vuram. A çıxaq B-ni 1-ə vuranda edir, A çıxaq B. 4-ü B-yə vuranda 4B. A-nı qaçı edir 5B. Harada A görsəm yerinə 5B yazacam. Əçob. A-nın yerinə 5B yazdım. 5B, B. Üstə gələk. Əbub. 5B, B. A-ların yerinə 5B yazdım. Baxaq. Bax, bu misallarda nə edirdik? B-ləri atırdıq qabağa. Olur B vuraq. Əçob. 5. B-lər götürmüşəm. 5, 1. Üstə gələk. B-ni atdım qabağa. B vuraq. Əbub. 5, 1. Baxın. 5 ilə 1-ə əçob 5-dir. Əbubdakı 1-dir. 5-i B-yə vuranda 5B. Üstə gələk. 1-i B-yə vuranda B. Cavabda olacaq 6B.